Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tapşırıqlarına əsasən 71 saylı Heyran Körpələr evi uşaq bağçasının dam örtüyü dəyişdirilir. Hazırda da sözgedən bağçada iş davam edir. Şəhər rəhbəri Zakir Fərəcov bağçaların dam örtüklərinin yararsız vəziyyətdə olduğunu, yağmurlu havalarda tavanlarının damdığını çıxışlarında dəfələrlə vurğulayıb və bildirib ki, mövcud 56 bağçadan 48-nin dam örtüyü qışa hazırlıqla əlaqədar oktyabr ayının sonuna qədər yenisi ilə əvəz olunmalıdır. Elə 71 saylı Körpələr evi uşaq bağçasında da bununla bağlı yenidən qurma işləri davam edir. Məktəbəqədər təhsil müəssisəsində ümumi sahəsi 805 kvadrat metr dam örtüyü dəyişdirilir. Bağça müdiri Raqiyə Əskərova bizimlə həmsöhbəti zamanı məktəbəqədər təhsil müəssisəsində dam örtüyünün dəyişdirilməsi ilə bağlı aparılan işlərin təqdirə layiq olduğunu vurğuladı. Bildirdi ki, qış aylarında yağan yağış dam örtüyü ilə binanın tavanını da yararsız hala salıb. Belə olduğu halda körpə fidanların bu cür bağçada təlim-tərbiyə alması qeyri-mümkün hesab edilir. Dam örtüyümüz bərbad gündə idi. Gördüyünüz kimi bütün qrup otaqlarında hamısı damırdı. Tavanlar nə gündə idi, uşaqlar əziyyət çəkirdi. İndi isə əsaslı təmirə ehtiyacımız var. Sağ olsun Zakir müəllimin gəlişi böyük bir dönüş yaratdı. Gördüyünüz kimi dam örtüyümüz təmirə dayanıb. Məlumat üçün bildirək ki, şəhər rəhbərinin tapşırıqları əsasında bağçaların dam örtüklərinin dəyişdirilməsi işi sürətlə həyata keçirilir. Görülən bu kimi işlər təbii ki, körpə fidanların daha yaxşı və rahat şəraitdə təlim-tərbiyə almalarına şərait yaradır. Gültəkin Əliyeva, Elbrus İsmailov, Dünya TV.